Xoş gördük, hörmətli izləyicilərimiz. Günün nəbzinə uyğun olaraq ölkədə və dünyada baş verənləri sizinlə paylaşmaqdan məmnuniyyət duyuruq. Odur ki, bizdən ayrılmayın. Kanalımıza abunə olub, bəyənməyi və paylaşmağı unutmayaq. Keçək xəbər lentimizə. Ramiz Mehdiyevə akademik dəstək. İsa Həbibbəyli. Ramiz Mehdiyevdən niyə əlini üzmür? Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Günəşli Aynur Cavanşir qızını rəyasət heyətində Elm və Təhsil şöbəsinin müdir müavini vəzifəsinə gətirib. Yeniyera.az xəbər verir ki, bu barədə nocomment.az-a verilən məlumatda iddia edilib. İddiaya əsasən iclasda bu məlumatın gizli saxlanması, mətbuata yayılmaması tapşırılıb. Qeyd edilib ki, Günəşli Aynur Cavanşir qızı isə Ramiz Mehdiyevin dövründə xüsusi məxfi sənədlərin hazırlanmasında, struktur islahatlarında və işçilərin kütləvi ixtisarında əsas rol oynamışdı. AMya prezidentinin bu davranışı ekspertlər və işçilər tərəfindən Ramiz Mehdiyevə sədaqət nümayişi kimi qiymətləndirilir. Həmin iclasda akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə Aynur Günəşlinin tezliklə dissertasiya müdafiə etməsi üçün təcili tapşırıq verib. Nadir Məmmədli isə institutun dissertasiya şurasında 100-dən artıq dissertant və doktorantın növbədə gözləməsinə baxmayaraq Aynur Günəşlini ilk sıraya daxil edib. Bu addım institut işçiləri və növbədə olanlar arasında ciddi qalmaqala səbəb olub və dava-dalaşa gətirib çıxarıb. Qeyd olunur ki, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də Ramiz Mehdiyev tərəfindən təyin olunmuş direktorlar sırasındadır. Eyni zamanda Ramiz Mehdiyev tərəfindən təyin olunan Abbas Seyidov və Məmməd Əliyev vəzifəsindən azad edilsə də, Nadir Məmmədli hələ də direktorluq vəzifəsində qalır. Xatırladaq ki, Ramiz Mehdiyev tərəfindən AMya-ya gətirilmiş və mühüm vəzifələrə təyin olunmuş şəxslər arasında Eldar Əmirov və Seyfəl Həsənov da vardı. Daha sonra Əmirov və Həsənov işdən çıxarılıb. AMya-nın aparatı rəhbəri vəzifəsi ləğv edilib. Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub.